Sonra buyurdu: Quranda elə bir ayə var ki, sən onu bizdən daha yaxşı anlayasan? Belə bir şey yoxdur. Yoxsa sənin özəl bir xüsusiyyətin var ki, atandan irs apara bilirsən, biz isə yox. Bu da yoxdur. Yoxsa Allahın kitabında elə bir ayə var ki, siz bilirsiniz, amma biz Allaha pənah bilmirik. Bu da yoxdur. Onda bəs nə üçün bizim mirasımızı vermirsiniz? O son an ki, artıq vəziyyət son mərhələyə çatdı və xütbədə ən ağrı acılı cümləni söylədi, budur. Əlbəttə, bu onun qapı ilə divar arasında sıxılması ilə müqayisə edilə bilməz. Yoxsa demək istəyirsən ki, iki dinin əhli bir-birindən irs aparmır? Məyər mən müsəlman deyiləmmi? Bəli, bu düzdür ki, kafir müsəlmandan irs apara bilməz. Məyər siz məni müsəlman bilmirsinizmi? Bu daha pisdir, yoxsa qapı ilə divar arasında sıxılma? Bu daha pisdir, yoxsa sillə vurmaq? Məyər mənim müsəlmanlığıma şəkk edir və məni müsəlman bilmirsiniz? Əgər inanırsınızsa, mən müsəlmanam, Peyğəmbərin qızıyam. Yoxsa demək istəyirsiniz ki, iki dinin əhli bir-birindən irs aparmır?